Salam, sabahınız xeyir olsun. Deməli, öncə yağmı, yoxsa bordo mu? Bu mövzuda hansısa bir paylaşım eləməyi düşünmürdüm, yersiz bilirdim. Çünki dəfələrlə bu mövzuda sıralamanı qeyd etmişdim. Amma bu yaxınlarda internetdə bunun əksini israrla tövsiyə etməkdədilər. Və neçə yoldaş mənə zəng eləyib, mövzu haqqında məlumat verdilər ki, belə bir paylaşım var. Hətta bəziləri təklif elədi ki, mütləq bir şəkildə cavab vermək öz məsləhətdir. Mən yenə də diqqətə almadım. Və linkini çəkib atırlar mənə, nə və s. Yəni, mən yersiz bildim mövzuya münasibət bildirməyi yersiz bildim. Çünki bəsit araşdırma belə sizi həqiqət aparır. Elə bir mövzu deyil ki, bundan ötürü ciddi bir araşdırma aparasınız. Ona görə yersiz bilirdim. Yəni, uzun sözün qısası. Mən özüm də əvvəllər hansının öncə, hansının sonra atılmasına o qədər də önəm verməzdim. Sadəcə aralarındakı minimum intervalı qeyd edərdim və bunu yetərli bilərdim. Amma bəzi yoldaşların inatkeşliyi bu mövzuda ciddi araşdırma aparmağıma səbəb oldu. Ona görə də həmin inatkeş qardaşıma indidən təşəkkür edirəm. Və araşdırdım, gördüm ki, həm Kaliforniya Universitetinin, həm ondan artıq digər universitetlərin tövsiyələrində israrla öncə yağ, sonra mis və yaxud da bordo məhlulunun tətbiqini tövsiyə edirlər. Hətta EPPO-nun, yəni Avropa Bitki Mühafizə Təşkilatının tövsiyələrində də bu ardıcıllıq tövsiyə. Yəni Avropa Bitki Mühafizə, EPPO nədir? Avropa və Aralıq Dənizi Bitki Mühafizə Təşkilatı da. Yəni həmin təşkilatın açıqlamasında belə bu sıralama, mənim tövsiyə elədiyim sıralama qeyd olunur. Amma heç birində geniş bir açıqlamaya rast gəlmədim. Prosto elə sıralamanın tövsiyəsinə baxdım. Amma Çin və Yapon mikrobiyoloqlarının praktiki tədqiqatlarında mövzu daha geniş izah olunmaqdadır. Yəni, əgər yağ öncə tətbiq edilərsə, qabıqda yumuşama yaradır, tumurcuq diblərində yumuşama yaradır və nəticədə sporların inkişafına şərait yaradır və eyni zamanda qabıqda kutikulanı yumşaldır, epidermal bariyeri zəiflədir, toxumaların keçiriciliyini artırır. Nəticədə də bordonun aktiv və yaxud da yarım aktiv sporlara nüfuz eləyib, səthi dezinfeksiya funksiyasını yerinə yetirməyə imkan yaradır. Və eyni zamanda da səthi dezinfeksiya funksiyası bitdikdən sonra misiyonların da qismən bitkiyə daxil olması mümkün olur. Bu mövzuda da əlavə açıqlama vermək istəmirəm. Çünki bu mövzuda zaten mayalanma mövzusunda danışmışdım. Misin bitkiyə, bordodan sonra misin bitkiyə nüfuz etməsi, misin əhəmiyyəti mövzusunda və s. geniş danışmışım. Birinci, yağın hər hansı bir qat yaratması qeyri-mümkündür. Çünki azacıq təhsil olsa, aydın olar ki, yağın kalium hidroksidlə qarışığı artıq onun yağlıq funksiyasını ortadan getməsi deməkdir. Onsuz da başqa variant yoxdur. O yağ yağlılığında qalsa, suda qarışmaz. Yəni, bunu suda həll edib tətbiq edə bilməzsən. Kalium hidroksidlə qarışığı isə yağı şampuna çevirir. Yəni, başımızı yuduğumuz şampunlardan söhbət gedir. Sadəcə parafin yağının yerinə zeytun yağı, nə bilim, küncüt yağı, nə bilim, kokos yağı və s. qoyursan, olur hansısa baş şampunu, yəni deyək ki, Head & Shoulders, Palmolive və s. Yəni, qışlın yağın tərkibinə əlavə qeyri-ionik qatıqlar, oleik turşusu, propilen glikol və s. qatıqlar əlavə edilir ki, həm nüfuz etmə artsın, həm də eyni zamanda köpük kəsicilik gözlənilsin. Onun yəni şampuna oxşamamasının səbəbi onun içində əlavə köpük kəsiciliyin olmasıdır. Yəni, nəysə, uzatmalı bir mövzu deyil bu. Uzatmaq istəmirəm. Hər bir insan səhv fikir ortaya qoya bilər. Mən də az səhv etməmişəm. Səhvimi düzəltməsəm, məni dinləyən fermerlərə hörmətsizlik etmiş olaram. Yəni, özümə inatkeşlik keçərlidir. Amma cəmiyyət qarşısında inatkeşlik millətə sayğısızlıqdır. Yəni, səni dinləyən dinləyiciyə sayğısızlıqdır. Mənə nəyisə sübut etməyə çalışmaq lazım deyil. Mənə israrla deyir ki, sənə sübut edəcəm ki, birinci, bordo, sonra yağ verir. Fermerə sübut edin ki, öncə bordo, sonra yağ, yəni, bu mövzunu sən fermerə izah elə yetərlidir. Mənə lazım deyil. Yəni, mənim üçün həqiqət sənin sübutuna dayanmır.
hansısa bir ədəbiyyat tapa bilərsiniz. Orada sizin qeyd etdiyiniz qeyd etdiyiniz şəkildə məsələn bir sıralama qeyd olunur. Demirəm, elə bir ədəbiyyat tapa bilməzsiniz. Tapa bilərsiniz. Prosto inat pis bir şeydir. Bunu bir misalından göstərmək istəyirəm. Yəni bax, deyirəm, o ədəbiyyatda bir dənə ədəbiyyat tapa bilərsiniz. Həqiqəti ehtiva eləyən 280 dənə hədis var. Və Quran ayələri var. Yəni bir hədisdən yapışmaq isə, yəni bir dənə əksini sübut eləyəcək bir hədisdən yapışmaq, 280 hədis və Quran ayəsinin qarşısında buna inatkeşlik deyirlər. Və bu inadın arxasında milyonlarla insan gedir. Nə hədis mənimdir, nə elm mənimdir. Nə hədis sənindir, nə elm sənindir. 1000 il öncə yazılıb, hansısa alim yazıb, hansısa hədis yazan bir kitab yazıb və s. Bugün ən azı bunu aydınlaşdıracaq və həqiqətləri tarixi hadisələrlə izah edə biləcək kapasitədəyik. Yenə də inad imkan vermir ki, həqiqətə hə deyək. Bunun ucbatından İslam toplumu nə qədər əziyyət çəkir, nə qədər müharibələr baş verir, nə qədər də müharibələr tarixdə baş verir. Və bu inadkeşlər ucbatından hələ də bundan sonra da çəkəcək. Yəni sözüm nədir? Demək istədiyim, həqiqət 280 hədis Quran ayəsi ola bilər, yoxsa bir dənə hansısa, nə bilim, dayanıqlığı da olmayan bir hədis mi ola bilər? Təbii ki, 280 və Quran ayəsi doğru ola bilər də. Bir paylaşım bunun arxasınca qoyuram. Onu da izlə, orada inatkeşliyin nə qədər eyibli görsəndiyini görəcəksin. Emevi çatışmasıdır. Çünkü Kur'an diyor ki innema yuridullah liyuzhibe ankumur ris ehlel beyt ve yudahhirakum tetira. Bu ayeti kerime Sünni kaynaklarında ne ise Şia'da da odur. Resulullah defalarca ehli beytini birbirinden farklıdır yani. Hayır. Sünniler farklıdır. Sonradan Sihahi Sitte'nin, Müslim'e bakın, Tirmizi'ye bakın. Diyor ki Hazreti Resulullah abasını açtı, ehli beytini aldı altına ve dua etti. Net olarak Sahih Müslim'de şöyledir. Diyor ki Allahümme inne haulâi ehle beyti fadahhirhum. Allah'ım bunlar benim ehli beytimdir. Abanın altında kim var idi? Fatıma'ydı, Ali'ydi, Hasan ve Hüseyin idi. Allah'ım bunlar benim ehli beytimdir. Bunları temiz kıl. Ve diyor ki Yüce Allah bu duayı kabul buyurdu. Ümmü Seleme annemiz ileri geldi. Cübbenin bir köşesinden tuttu. Ya Resulallah ben de bunun altına gireyim. Hayır dedi. Sen sonu hayır olan bir hanımsın. Ancak ehli beyt farklı bir olay. Burada bu ayet-i kerimenin ışığı altında ehli sünnetin muteber kaynaklarında da geçen Resulullah'ın net olarak ortaya koyduğu iki emanet vardı. Ümmetine bunu net olarak emanet olarak beyan ediyor. Hazret buyur ki inni tarikun fikumus segaleyn şetabellah ve itrati ehle beyti. Ben aranızda iki emanet bırakıyorum. Biri yüce Allah'ın kelamı Kur'an'dır, diğeri ehli beytimdir. Bu ikisine sünnet de var bir rivayette. Bir rivayette de sünnet vardır. Ama var yani. Ama ehli beyt rivayeti onlarca rabinin dilinden, 110 sahabinin dilinden, 89 tabiinin dilinden bütün kaynaklarda mevcuttur. Böylece ehli beyt Kur'an'ın emridir, Resulullah'ın emanetidir ve net olarak peygamber açık buyurmuş. Enem medinetul ilm ve aliyyun babuha femen eradel medine felyeti min babiha. Ben ilmin şehriyim, Ali de bunun kapısıdır. Bu şehre gelmek isteyen buradan gelmelidir. Bu açıdan ben sözü daha fazla değerli zamanla almayayım ama bir şeyin altını çizeyim. Bir konuyu da söylemem lazım. Bunun için anlattım. Biz Emevilerle Ehli Beyti iki farklı siyasi olarak, düşünce olarak ortaya koyarsak bu Kur'an'a karşı da bir yanlış olar, bu Resulullah'ın net olarak hadislerine de karşı. Emeviler siyasi bir düzendir, bir saltanattır. Ehli Beyt izlememiz gereken Kur'an'ı bir emirdir. Resulullah'ın bu ümmete emanetidir. Eğer Resulullah diyorsa ki Hüseyin bendendir, ben Hüseyin'denim. Hazreti Hüseyin Kerbela'da neyi yaptı? Neyi ortaya koydu? Hazreti Hüseyin bunu ortaya koydu ki Muhammed'in dini kayboluyor. Ve Muhammed'in dini Hazreti Hüseyin'le yeniden bu ümmete kazanıldı. Onun için Hazreti Hüseyin Şia'nın o değeri değil, bütün ümmetin ortak değeridir. Hasan Hocam Hepimizin o konulara geleceğiz. Yani çok erken girdik.